Bakının Əmircan qəsəbəsində Bakı abadlıq xidmətinə həvalə olunmuş geniş miqyaslı abadlıq işlərinin yekun layihələri üzərində intensiv iş gedir. Hazırda qəsəbənin bir sıra küçələrində asfalt örtüyünün yenilənməsinə başlanılıb. Əmircan üçün ən əhəmiyyətli hadisə isə Bülbülə gölü ətrafının illər boyu yığılıb qalmış tullantılardan, qamışlıqdan təmizlənməsi ilə başlanan və göl ətrafı ərazini ekoloji fəlakət zonasından müasir istirahət yerinə çevirəcək layihədir. Gölə axıdılan çirkab suların yeni kanalizasiya xəttləri vasitəsilə su təmizləyici qurğulardan keçməsi, Bülbülə gölünün Əmircana aid hissəsinin təmizlənməsi ilə gölün ətrafının bulvara çevrilməsi təşəbbüsü artıq addım-addım gerçəkləşir. Bülbülə gölünün ətrafında kənd cəmaatının dili ilə desək şor qırağında müasir şəhərsalma standartlarına uyğun olaraq park salınır. Parkın salınacağı ərazi qəsəbənin ən çökək hissəsi olduğundan bura toplanan yeraltı və yağış sularının idarə olunması üçün layihəyə uyğun olaraq drenaj sistemi qurulur. Bu isə öz növbəsində göl ətrafında yaşayan sakinlərin və istirahətə gələn insanların rahatçılığını təmin edəcək. Mən neçə ildir bu suyun içindəyəm, çıxa bilmirdim bu həyatdan bayra. Su gəlib də çıxmışdı bu evin içinə. Divarlarım hamısı su idi. Mən minnətdaram bu Bakı abadlığına. Gəllər kanalizasiya düzəltdilər, suyu çəkdilər. Eyni zamanda gölün ətrafındakı evlərin, dam örtüklərinin yenilənməsi, fasadların təmiri, abadlaşdırılması və yaşıllıq işləri də davam edir. Ümid su idi xalız, damırdı, dağda yatırdı yazar. Bakı abadlıq xidməti gəldi, köməkli gəldi, söktülər, daşıdılar, tikdilər, səmən çəkdilər, rəng çəkdilər, hər şey elədilər. Şifr vurub, işıq vurub, hər şey eləyib. Göl ətrafındakı evlərin dam örtüklərinin yenilənməsi, fasadların təmiri, ərazinin yaşıllaşdırılaraq abadlaşdırılması davam edir. Bulvar boyu istirahət üçün rahat şərait yaradılmaqla bərabər idman və uşaq oyun meydançalarının qurulması da nəzərdə tutulub.